Hər kəs salam, bugünkü dərsimiz Home tabında olan Styles bölməsində Conditional Formatting əmridir. Conditional Formatting əmrinə klik etdikdə baxın belə bir menyular açılır. Birinci menyumuz Highlight Cells Rules menyusudur və bu özü də alt kateqoriyalara bölünür. Birinci alt kateqoriya Gradle-dəndir. Gradle-dən nə işə yarayır? Gəlin buna baxaq. Baxın, gəlirəm maaş hissəsinə, bu sütunu seçirəm, Ctrl Shift aşağı ox düyməsini klik edirəm, bu hissə seçilir. Və gəlirəm Conditional Formatting hissəsinə, burada Highlight Cells Rules menyusu var. Buna klik edirəm, alt kateqoriyalar açılır. Buradan Gradle-dən seçirəm və belə bir pəncərə açılır. Yazıb ki, burada Format Cells that are Gradle-dən. Bu nə deməkdir? Yəni, nədənsə yuxarı olanları formatda. Mən istəyirəm ki, 1000-dən yuxarı olan ədədlər formatlansın. Və hansı format tətbiq olunsun? Baxın, burada sağ hissədə var. Bura klik etdikdə list açılır. Burada istədiyim formatı seçə bilərəm. Məsələn, rəngi olsun qırmızı, tekstin rəngi qara olsun və yaxud da xanada rəng sarı olsun, yaşıl olsun və yaxud da parlaq qırmızı olsun və yaxud da mətnin rəngi qırmızı olsun, borderi, yəni çərçivəsi qırmızı olsun və yaxud da custom olaraq özüm burada format tətbiq eləyə bilərəm. İstəyirəm ki, formatı necə olsun? Gəlirəm fil bölməsinə, burada rəngi seçirəm göy rəngdə. Border hissəsində outline edirəm, yəni çərçivə əlavə olunsun. Həmçinin font hissəsinə gəlirəm, burada color hissəsində tekstin rəngini ağ eləyirəm. OK düyməsini klik eləyirəm, bir də OK eləyirəm. Baxın, həmən xanalara bu formatı tətbiq elədi. Baxın, 1000-dən yuxarı olan ədədlər formatlandı. 1000 özü bura daxil deyil. Bu da bu işə yarayır. Və istəyirəm ki, bu formatı siləm. Onun üçün gəlirəm bura Conditional Formatting hissəsinə. Burada Clear Rules hissəsi var. Burada müxtəlif seçimlər var. Birinci gəlir Clear Rules from Selected Cells. Bu nə deməkdir? Seçilmiş xanalardan formatı silir. Baxın, mən seçirəm bu sütunu seçdim. Sırf bu sütunda olan formatları siləcək. Gəlirəm bura Conditional Formatting hissəsinə. Clear Rules from Selected Cells. Bunu seçirəm. Baxın, bu sütun üzrə formatı sildim. Və əgər, bax, geri qayıdıram Ctrl Z-nə. Gəlirəm, tutalım ki, cədvəldən kənarda bir formatlama tətbiq eləmişəm. Tutaq ki, yazmışam bura 5. Bax, bura format tətbiq eləyirəm. Yazıram 3-dən yuxarı olanları formatda. Bax, burada format tətbiq olunub. Və gəlib, mən buradan Ctrl Shift aşağı ox düyməsini klik etdikdə gəlirəm bura. Bax, seçilmiş xanaları formatdan sil. Bax, sildim. Sırf bu sütun üzrə formatı siləcək. Amma buradakı format qaldı. Əgər, bax, Ctrl Z deyirəm, geri qayıdıram. Əgər istəsəm ki, ümumi şitdə, şitin özündə nə qədər hardasa format tətbiq olunubsa, o formatdan hamısını silsin. Onun üçün burada yazılıb. Clear Rules from Entire Sheet. Sheet daxilində olan harda format tətbiq olunubsa, hamısını siləcək. Gördünüz, bu hər yerdə formatı sildi. Və yaxud da burada belə bir seçim də var ki, baxın, Clear Rules from this table. Bu cədvəldən deyir formatları sil. Baxın, elə başa düşün ki, burada format tətbiq eləmişik. Gəlin elə eləyək, format tətbiq eləyək. Gəlir burada insert hissəsinə, table hissəsinə klik eləyirik. Bax, bunu table formatını deyirik. Seçirik bu diapazonu, bu cədvəli. OK düyməsini klik eləyirik. Baxın, bu cədvələ format tətbiq olundu. Gəlin bu hissəni ağ eləyək. Gəlirik home hissəsinə. Belə. Baxın, burada filtrlərdən də görünür ki, bura table tətbiq olunub. Mən istəyirəm ki, bax, burada da format var, burada da format, cədvəl daxilində də format var. Mən istəyirəm ki, sırf cədvəl daxilində olan formatları silsin. Cədvəldən kənar format tətbiq olunubsa, məsələn, baxın, burada format tətbiq olunubsa, ona dəyməsin. Gəlirəm Conditional Formatting hissəsinə, Clear Rules deyirəm. Baxın, bura aktiv oldu, fikir versiniz. Clear Rules from this table. Buna klik etdikdə, baxın, cədvəl daxilində nə format tətbiq olunubsa, hamısını siləcək. Və burada, deməli, Ctrl Z dedim, geri qayıtdım. Digər seçimimiz Clear Rules from this pivot table-dur. Pivot table-lar keçəndə
ətraflı tanış olacaq. Orada tətbiq olunan formatları silir. Və burada deməli deyirəm clear rules from entire sheet. Bütün sheet daxilində nə format tətbiq olunubsa, hamısını silmiş oldu. İndi isə gəlin bu sütunu seçək və gələk burada digər seçimimizə baxaq. Yazıb burada less than. Bu nə işə yarayır? Bax, bura klik elədim. İndi isə deyirəm 1000-dən aşağı olanları formatda. Baxın, fikir verirsiniz. 1000-dən aşağı olanlar, bax 920-dir, 780-dir, 640-dir. Baxın, OK deyirəm. Bax, 1000 özü daxil deyil. 1000-dən aşağı olanları formatdadır. Bu da less-dən seçimi idi. Ctrl-Z deyirəm, geri qayıdıram. Sonra hansı seçimimiz var? Between. Between nədir? Baxın, seçirəm yenə buranı. Gəlirəm conditional formatting hissəsinə. Burada between var. Bax, belə bir pəncərə açır. Hansı aralıqda olan ədədləri formatlasın? İstəyirəm 900-lə 1500 arasında olan ədədləri formatlasın. Baxın, fikir verin. 900-lə 1500 arasında olan ədədləri formatlamış oldu. Sonra baxaq görək hansı seçimimiz var. Equal to. Bu nə deməkdir? Baxın, yenə seçirəm bu hissəni. Gəlirəm equal to-a. Baxın, hansı ədədə bərabərdirsə, o hissəni formatlayacaq. Baxın, yazıram bura 1100 olan mı? Yəni, maaşı 1100-ə bərabər olan xananı formatlasın. Baxın, bir dənə var elə bir xana. Fikir verdiniz. Maaşı 1100-ə bərabər olan xananı formatlamış oldu. Sonra gəlir bu hissədə deməli text that contains. Bu nə deməkdir? Baxın, burada ad və soyad hissəsində müxtəlif adlar və soyadlar qeyd olunub. Gəlin bu hissəni seçək sütun üzrə və gələk conditional formatting hissəsinə. Text that contains hissəsinə gəlirəm. Bax, belə bir pəncərə açılır. Bu nə deməkdir? Baxın, burada ad və soyad içərisində, yəni bu contentdə, tekstdə, bura yazdığım hər hansı bir söz keçirsə, o hissəni, o xananı formatlayacaq. Baxın, bura yazıram na. Bax, hər hansı bir xanada, tekstdə bu na sözü keçirsə, content daxilində, o hissəni formatlamış olacaq. OK düyməsini klik edirəm. Baxın, günah sözündə na sözü keçirdə, bax, o hissəni, o xananı formatladı. Samir Zeynalov sözlərində, bax, Zeynalov hissəsində na sözü keçir. Bax, o hissəni, o xananı formatlamış olacaq. Həmçinin anar sözündə na keçir. Ona görə o xananı formatlamış olacaq. Sırf istəyirəm, məsələn, Samir Zeynalov xanası formatlansın. Ona görə bu sözü bütöv yazmalıyam ora. Bu da belə. Ctrl-Z deyirəm, geri qayıdıram. Sonra gəlir digər seçimimiz burada. Deməli, date occurring. Bu nə deməkdir? Baxın, burada işçilərin işə başlama tarixi burada qeyd olunub. Gəlirəm bu hissəni, sütunu yəni seçirəm. Sonra gəlirəm conditional formatting hissəsindən date occurring bölməsini seçirəm. Belə bir pəncərə açılır. Baxın, burada list var. Müxtəlif tarixlər burada qeyd olunub. Yesterday, today, tomorrow, in the last 7 days, last week, this week, next week, last month, this month və next month. Gəlin, bunların hər birini bura tətbiq eləyək. Yesterday nə deməkdir? Baxın, hansı işçi dünən işə başlayıbsa, o tarixi formatlayır. Baxın, fikir versiniz Elvin Məmmədov. Dünən işə başladığı üçün o hissəni formatlamış oldu. Əgər mən today seçsəm, bugün işə başlayanlar, yəni ayın 25-i işə başlayanları formatlayacaq. Sonra gəlib burada tomorrow seçsəm, fikir verin, sabah işə başlayanları formatlayacaq. İndi last 7 days seçsəm, son 7 gün ərzində işə başlayanları formatlayacaq. Sonra gəlib last week seçsəm, keçən həftə olanları, işə başlayanları formatlayacaq. This week seçsəm, bu həftə olanları. Next week desəm, növbəti həftə. Last month desəm, keçən ay. This month desəm, bu ay. Və next month desəm, növbəti ay işə başlayanları formatlamış olacaq. Fikir verirsiniz. Bax, bunlardır. Ctrl-Z deyirəm, geri qayıdıram. Sonra növbəti seçimimiz nədir?
Duplicate values. Baxın, işçilərin hər birinin burada ID kodu verilib. ID kodu bilirik ki, bənzərsiz olur. Ola bilər ki, sizin cədvəliniz minlərlə sətirdən ibarət olsun və siz orada təkrarlanan ID kodları tapıb aşkar eləmək istəyirsiniz, formatlamaq istəyirsiniz. Bunun üçün nə edirsiniz? Gəlsiniz, həmən sütunu seçirsiniz və burada condition formatting hissəsinə gəlirsiniz. Duplicate values bölməsi var. Buna klik edirsiniz, belə bir pəncərə açılır. Burada list bölməsində duplicate və unique seçimləri var. Duplicate odur ki, təkrarlanan dəyərləri aşkar edir. Unique isə bənzərsiz dəyərlər, təkrarlanmayanlar yəni. Duplicate dedikdə baxın fikir verirsiniz, ID kodunda 2 dənə ID kod təkrarlanıb. Əgər unique desəm, baxın təkrarlanmayanları burada üzə çıxaracaq. Bu da bu işə yarayır. Sonra gəlir bu hissədə deməli more rules. Bu nə deməkdir? Baxın bizim öyrəndiklərimiz ki var highlight bölməsində. Hansı ki burada onların bir çoxu qeyd olunub. Birinci gəlir bax format only cells with hissəsində belə bir list var. Birinci cell value-dur. Bu nədir? Baxın burada belə bir list var. Between, not between. Bax bayaq izah elədim mi? Bax olardı. Between arasında hansı ədədlə hansı ədəd arasında, not between arasında olmayanları formatlayır. Equal to bərabər olanları, not equal to bərabər olmayanları formatlayır. Greater-dən nədənsə böyük olanları, less-dən kiçik olanları, greater-dən or equal to nədənsə böyük yaxud da bərabər olanları, less-dən or equal to nədənsə kiçik və yaxud da bərabər olanları formatlanmış olur. Sonra gəlir burada specific text, bu nə deməkdir? Yəni, bayaq izah elədik, content daxilində hansı yazdığımız söz keçirsə, onu, o xananı formatlamış olacaq. Not containing var, hansı ki, o söz keçməyənləri formatlamış olacaq. Beginning with var, hansı sözlə, hərflə başlayır, onları formatlayır. Ending with isə, hansı sözlə, hərflə bitirsə, onları formatlamış olur. Dates occurring var, hansı ki, bayaqları izah elədi. Yesterday, today, tomorrow, in the last 7 days və s. Onları formatlamış olacaq. Blanks nədir? Boş hissəni formatlayır. Məsələn, baxın, bu hissə boşdur. Gəlirəm, bu sütunu seçirəm və gəlirəm buradan more rules hissəsinə. Burada, deməli, blanks seçirəm. Və istədiyim formatı tətbiq eləyə bilərəm custom olaraq. Fil bölməsinə gəlirəm, göy rəngdə edirəm və fontu da burada teksti ağ rəngdə eləyirəm. OK klik elədim, bir də OK, baxın boş hissəni formatlamış oldu. Ctrl Z deyirəm, geri qayıdıram. Sonra nə gəlir burada? Deməli, no blanks, boş olmayanları formatlayır. Errors, yəni errorları, xətaları formatlayır. Və no error isə xəta olmayan xanaları isə formatlanmış olur. Bugünkü dərsimiz bu qədər. Bugün deməli highlight cells rules hissəsindən bu alt kateqoriyaları izah elədik. Növbəti dərslərimizdə top bottom rules, data bars, color scales, icon sets və digər əmrləri etap-etap izah eləyəcəm.